spread operatoru vasitəsilə biz hər hansısa bir obyektin və ya array'in içindəki dəyərləri kopyalaya bilərik və onu başqa bir array'ə və ya obyektin içinə həmin o dəyərləri aparıb tökə bilərik, səpələyə bilərik. Yəni spread operatorun gördüyü iş budur. O hər hansısa bir array'in obyektin dəyərlərini kopyalamaq üçün və ya hər hansısa bir obyektlə array'i birləşdirmək üçün istifadə olunur. Gəlin indi baxaq necə. Yazılışı budur. 3 nöqtə şəklində yazılır. Və indi görək necə. Bir dənə constant yaradacağam və bu bir array olacaq. Adı olsun meyvələr. Bərabərdir. Və bu array'imizin içində olsun alma, armud və banan. Əla. Gəlin indi meyvələrimizi konsola verək. Konsolda yazaq meyvələr. Gedək kodumuzu terminalda icra eləyək və burada mən yazıram nodemon index.js. Əla. Gördüyünüz kimi biz konsola vermişik. Meyvələrimiz konsolda görünür. Alma, armud və banan. İndi gəlin yeni bir array daha yaradaq. Const yeni meyvələr. Və mən istəyirəm ki, bu array'imin içində mənim bu meyvələrim olsun. Yəni bunları kopyalayım, gətirim bura və eyni zamanda da bir dənə təzə bir meyvə olsun. Məsələn, çiyələk. Bunun üçün mən nə edəcəm? Spread operatorunu çağıracağam. Nöqtə meyvələr və çiyələk. Bu yazılış nə deməkdir? Spread operatoru bu meyvələr array'inin içindəki meyvələri götürəcək və onları gətirib bu array'in içinə tökəcək. Bura səpələyəcək. Və sonra da onun yanına da bu çiyələk meyvəsini əlavə edəcək. Çiyələkdən başqa bir meyvə də əlavə edə bilərik. Məsələn, başqa bir meyvə nə olsun? Məsələn, üzüm. İndi gəlin yeni meyvələri konsola verək. Konsolluq, yeni meyvələr. Gəlirik, baxırıq. Gördüyünüz kimi bu meyvələr array'imizdə alma, armud, banan və yeni meyvələr array'imizdə alma, armud, banan kopyalandı, bura səpələndi. Sonra da çiyələk və üzüm də ora əlavə olundu. Gəlin indi obyektlər üzərində spread operatoruna baxaq. Mən bir constant daha yaradacağam. Bu bir obyekt olacaq. Məsələn, olsun info. Bərabərdir. Bu bir obyektdir. Obyektin içində bir ad olsun. Xayala. Bir soyad olsun. Cəfərova. İndi mən bir constant daha yaradacağam. Const updated info bərabərdir. Və updated infoda mən istəyirəm ki, bu info olduğu kimi qalsın. Ona görə spread operatorunu çağırıram. Nöqtə info. Və beləliklə infonu kopyalamış oldum. Infonun içindəki dəyərləri bura gətirib səpələmiş oldum. Və indi təzə bir dəyər daha əlavə eləmək istəyirəm. Məsələn, e-mailimi əlavə eləyəcəm. E-maildə yazaq xayala.jafar@gmail.com.